Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bildiyimiz kimi Şaban ayının son günlərindəyik və mübarək Ramazan ayının astanasındayıq. Bu günlərə məxsus İmam Rza əleyhissalamın bizlərə tövsiyələri var. Əbu Sərh deyir ki, Şaban ayının axır cüməsində İmam Rza əleyhissalamın görüşünə getdim. O həzrət mənə buyurdu: "Əbu Sərh, Şabanın çoxu keçdi və bu gün ayın axırıncı cüməsidir." Bu duanı əvvəlki söhbətlərimizdə də sizinlə bölüşmüşdüm. İndiyədək etdiyin səhlənkarlıqları bu ayda aradan qaldır. Yəni Şaban ayının çox hissəsi keçib və bir neçə gün qalıb. Etdiyin səhlənkarlıqları bu bir neçə gündə aradan qaldır. Yəni fürsətdir. Hələ də fürsət var. İmam Rza əleyhissalam bu əməlləri bizə tövsiyə eləyir. Çoxlu dua və istiğfar et. Bu günlərdə çoxlu dua eləyək, istiğfar eləyək, Allahdan bağışlanmağımızı istəyək. Quranı çox oxu və günahlarına görə tövbə et ki, Ramazan ayı gəldikdə Allaha xalis bəndə ola biləsən. Quranla rabitəmizi çoxaldaq. Gücümüz çatan qədər Quran oxuyaq. Neçə ayə gücümüz çatırsa, çalışaq oxuyaq. Bir səhifə, bir vərəq və tövbə elə. Günahlarından tövbə elə, Allaha qayıt. Möminə qarşı, insanlara qarşı kin-kudurəti ürəyindən çıxart. Möminlərə qarşı ürəyində kin-kudurət olmasın və günah etməkdən əl çək. Adət etdiyimiz günahlardan bu günlərdə çəkinək. İlahi təqvaya əməl et. Yəni Allahdan qorx, Allahdan çəkin, günahlardan uzaqlaş, özünə nəzarət elə. Gizlində və aşkarda Allaha təvəkkül et. Bütün varlığınla Allaha təvəkkül et. Allaha sığın. Kim Allaha təvəkkül etsə, Allah onun üçün kifayət edər. İmam Rza əleyhissalam Quran ayəsi oxudu. Ki, əslində bu Quran ayəsidir. Və mən yetəvəkkələ alallah fəhuva həsbuh. Kim Allaha təvəkkül etsə, Allah onun üçün kifayət edər. İmam Rza əleyhissalam bu ayəni qeyd edir. Sonra buyurur ki, ayın qalan günlərində bu duanı çox təkrar et. Allahummə illəm təkun ğafərtə lənə fīmə məda min şə'ban fəğfir lənə fīmə bəqiyə minhu. Duanın tərcüməsi belədir. Ey Allahım, əgər Şabandan keçən müddət ərzində bizi bağışlamamısansa, ayın qalan müddətində bizi bağışla. Yəni vacib deyil ki, heç ərəbcə oxuyasan. Elə tərcüməsini də bu şəkildə deyə bilərsiniz. Allahdan bu günlərdə bunu istəyək, belə dua eləyək ki, əgər Şabandan keçən müddət ərzində bizi bağışlamamısansa, ayın qalan müddətində bizi bağışla. Çünki mütəal Allah Ramazan ayının hörmətinə bu ayda çoxlu insanları oddan çıxarar. İmam Rza əleyhissalam buyurdu. Şaban ayında heç oruç tutmayan şəxs üçün mübarək Şaban ayının son günləri fürsətdir. Məsələn, hədislərdə son 3 gün qeyd olunur. Amma məsələ bundan ibarətdir ki, son günlərin insan qənimət bilsin mübarək Şaban ayının. Və bu günləri çalışaq oruç tutaq və bu oruçlarımızı mübarək Ramazan ayına birləşdirək. İmam Sadiq əleyhissalamdan nəql olunur ki, kim Şaban ayının axırıncı 3 gününü oruç tutsa və Şaban ayının orucunu Ramazan ayının orucuna birləşdirsə, Allah ona 2 ardıcıl ayın orucunu yazar. Çalışaq bu günlərdə artıq mübarək Şaban ayı ilə vidalaşırıq. Mübarək Şaban ayı bu böyük fürsət əlimizdən çıxır. Mübarək Ramazan ayına daxil oluruq. Bu son günləri çalışaq dəyərləndirək. İmam Rza əleyhissalamın bu göstərişlərinə bacardığımız qədər əməl eləyək. Bu günlərdə bu bir neçə günü oruç tutaq və hədisdə qeyd olunduğu kimi bu oruçları mübarək Ramazan ayına birləşdirək. Allah bu günlərin ibadətlərini hər birimizə nəsib eləsin. Bu günlərin feyzindən, savabından bizləri binəsib eləməsin inşallah. Həmçinin Şaban ayının sonu, mübarək Ramazan ayının birinci gecəsinin də məxsusi duası var. İmam Sadiq əleyhissalamdan nəql olunub. O duanı da dua kitablarından əldə edib oxuya bilərsiniz. Allah hər birinizdən razı olsun. Allah bütün dualarınızı, əməllərinizi qəbul eləsin. Diqqətinizə görə təşəkkür edirəm.